Salam müəllimlər, axşamınız xeyir olsun. Beləliklə müəllimlər, bugün mən sizlərlə mövzu 13 termodinamika nasosları mövzusuna aid olan test tapşırıqlarının izahını verəcəm. Bir nömrəli sualla başlayaq. Deyir ki, istilik mühərriki 20 kJ iş görmüş və soyuducuya 60 kJ istilik miqdarı vermişdir. Bu mühərrikin faydalı əmsalının neçə faiz olduğunu hesablayın. Bildiyimiz kimi, bax burada biz mühərrikin gördüyü şey yazacağıq. H' bərabərdir 20 kJ və soyuducuya 60 kJ istilik miqdarı verib, soyuducuya verilən istilik miqdarını Q2 ilə göstərdik. Bu bizə deyir ki, 60 kJ-dur. Bizdən mühərrikin faydalı əmsalının neçə faiz olduğunu soruşur. Bildiyimiz kimi, faydalı əmsalı eta bərabərdir. H' bölünsün Q1 vurulsun 100%'dir. Deməli, müəllimlər, bizdə H' var, amma Q1 yoxdur. Yəni, qızdırıcıdan alınan istilik miqdarı yoxdur. Bunu necə təyin edə bilərik? H' Q1 çıxılsın Q2'yə bərabərdir. Verilən qiymətləri yazsaq, H' 20 bərabərdir. Q1'i bilmirik, çıxılsın Q2 isə 60'dır. Buradan qızdırıcıdan alınan istilik miqdarı 80 kJ-a bərabər olur. Gətirib verilən ifadədə yerinə yazsaq, H' 20 bölünsün Q1 80 vurulsun 100. 20 ilə 80 gedir 4, 100'ü də 4'ə böləndə cavabımız olacaq 25%. Doğru cavab B variantı. İkinci sualı deyir ki, qablarda olan suların daxili enerjilərini müqayisə edin. Deməli, müəllimlər, daxili enerjinin U bərabərdir 2'də 3. Kiçik M bölünsün böyük M, RT düsturunu yazanda görürük ki, daxili enerji temperaturdan düz mütənasib şəkildə asılıdır. Yəni, temperatura görə müqayisə aparacaq. Temperaturları müqayisə edəndə görürük ki, T1 ilə T2 bərabərdir. Üçüncü qaba fikir verirsinizsə, burada temperatur 27 dərəcə Selsidir. Gəlin biz bunu Kelvinə çevirək. Üzərinə 273 gələndə bu eləyir 300 Kelvin. Onda temperaturlar görürük ki, 1 və 2-ci qablarda bərabər, 3-dən isə kiçikdir. Daxili enerji də temperaturla düz asılı olduğuna görə U1 də U2'yə bərabərdir və U3'dən kiçikdir. Doğru cavabımız A variantı. Üçüncü sual, ideal qazın həcminin mütləq temperaturdan asılı qrafiki verilib. Bu prosesdə qaz 40 kJ istilik miqdarı verərsə, onun gördüyü iş neçə kJ olar? Deməli, Q 40 kJ-la bərabərdir. Bizdən görülən işi soruşur. Deməli, müəllimlər, verilən qrafikə baxanda görürük ki, həcm temperaturundan düz mütənasib asılıdır. Həcm nə vaxt temperaturla düz mütənasib asılı olur? Təzyiq sabit qalanda. Təzyiq sabit qalıb sonunda bu izobar prosesdir. İzobar prosesdə də xüsusi halımız vardı ki, görülən iş 0,4 Q-yə bərabərdir. Gətirib yerinə yazsaq, 0,4 vurulsun, Q-nün də qiyməti 40'dır. Buradan cavabımız olur 16 kJ. Yəni doğru cavab C variantı. 4 nömrəli sual, verilmiş kütləli ideal qaz üzərində aparılan qapalı prosesin hansı hissəsində qaz müsbət iş görür? Yəni bizdən qazın müsbət iş gördüyü hissəni soruşur. Deməli, müəllimlər, gəlin hissə gedək. Gəlin birinci AB hissəsinə baxaq. Deməli, AB hissəsinə baxanda görürəm ki, proses izoxor prosesdir. Çünki təzyiq temperaturdan düz mütənasib asılıdır. İzoxor proses olduğu üçün biz bilirik ki, izoxor prosesdə iş görülmür. Yəni, burada görülən iş 0'a bərabərdir. Gəlirəm indi BC hissəsinə. BC hissəsinə baxanda görürəm ki, temperatur artır. Temperatur artırsa, qaz müsbət iş görür. Düzdürmü? Qaz müsbət iş görür. Sonra gəlirəm DA hissəsinə. CD hissəsinə addelini izah edəcəm. Baxın, gəlirəm DA hissəsinə. DA hissəsində isə temperatur azalır. Temperatur azalırsa, qaz mənfi iş görür. Deyə bilərsiniz ki, müəllim, burada CD-ni niyə axıra saxladınız? İzoxor prosesdə iş görülməz. Elə bunu desək, burada yanlış edərik əziz müəllimlər. Çünki CD hissəsi izoxor proses deyil. Çünki hər hansı bir izoproses olması üçün fikir verirsinizsə, AB hissəsindəki kimi qrafik bu koordinat başlanğıcından başlamalıydı. Amma CD hissəsi belə deyil əziz müəllimlər. Yəni CD hissəsi izoxor proses deyil. Biz deyə bilmərik orada iş görmür deyə. İndi sualın da maraqlı hissəsi buradır ki, gəlin baxalım biz CD hissəsinə. Deməli, əziz müəllimlər, biz burada qazın necə iş gördüyünü tapmaq üçün ilk öncə gəlin baxalım CD hissəsində həcm necə dəyişib.
Bunu necə təyin edərəm? Hər bir nöqtədən koordinat başlanğıcından keçən düz xəttlər keçirdərəm. Birini C-dən, birini də D-dən keçirdirəm. Yəni bunlar bizim izoxor xətlərimizdir. Düzdürmü? Buna VC deyirəm, buna VD deyirəm. Deməli müəllimlər, ideal qazın hal təniyinin qısa formada biz yazsaq, PV-T şəklində. Biz buradan V-ni təyin edəndə alırıq ki, T bölünsün P. Burada müəllimlər P-nin T-yə nisbəti tangesdir. T-nin P-yə nisbəti isə bizə kotanges alfanı verəcək. Yəni burada həcm kotanges alfaya bərabərdir. Və kotanges alfada demişik ki, kəmiyyət alfa bucağı ilə tərs mütənasib şəkildə asılıdır. İndi fikir veririk ki, baxın C bu izoxəttinin temperaturla əmələ gətirdiyi burada bucağa baxaq, bir də D-nin. Fikir verirsinizsə, C-dən D-yə gələndə bucaq azalıb. Bucaq azalırsa, həcm nə edir? Artar. Həcm artarsa, burada artıq qaz müsbət iş görər əziz müəllimlər. Yəni bu C-D hissəsində də nə edib? Müsbət iş görüb. Yəni burada müsbət iş görənlər BC və CD-dir. Burada əslində CD də yazılmışdı. Burada amma nəsə səhvlik gedib. Doğru cavabımız B variantı. 5 nömrəli sual. Bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin qrafikinə əsasən izoxor soyumada qazın verdiyi istilik miqdarını hesablayın. Deməli müəllimlər bizə fikir versə nə deyir? İzoxor soyuma. İzoxor hissələr 4-1-dir, bir də 2-3-dür. Amma soyumanı necə təyin edirəm? PV-T asılılığına görə V dəyişmirsə təzyiq temperaturundan düz asılıdır. Yəni soyunma olması üçün temperatur azalırsa, təzyiq də azalmalıdır. Təzyiqin azaldığı isə 2-3-dür. Deməli mən 2-3 hissəsinə görə hesablama aparacağam. Termodinamikanın birinci qanunu yazsaq, delta U bərabərdir Q minus A yazsaq, deməli izoxor prosesdə, yəni 2-3 hissəsində bu iş görmür. Belə çıxır ki, Q nəyə bərabərdir? Delta U-ya bərabərdir. Daxili enerjinin düstürü isə U bərabərdir 2-də 3 PV-dir. Dəyişməyə baxırıqsa, onda delta U bərabər olacaqdır. Burada fikir verirsinizsə 2-3 hissəsində həcm sabit qalır. Deməli nə edir? Təzyiq dəyişir. Ona görə burada delta PV yazacağam. Gətirib aşağıda hesablama aparaq. Deməli yazıram ki, onda Q bərabərdir delta U-ya. O da bərabər nəyə? 2-də 3 V delta P. Onda gəlin hesablama aparaq. 2-də 3 vurulsun. Fikir verirsə bura uyğun həcm 3V0-dır. Vurulsun. Gəlirəm təzyiq dəyişməsinə. 2-dən 3-ə gələndə təzyiq 3P0-dan P0-a düşüb. Dəyişməni yazsaq sondan başlanğıca çıxacaq. P0 çıxılsın. 3P0. Bu da bərabərdir. Deməli 2-də 3 vurulsun. 3V0 vurulsun. Mənfi 2P0. Buradan da alarıq ki, 2-lər ixtisarı gedər. Mənfi 9P0V0. Yəni doğru cavabımız D variantı. 6 nömrəli sualla davam edək. İstilik mühərrikinin gördüyü işin qızdırıcıdan alınan istilik miqdarının asılılıq qrafiklərinə əsasən mühərrikin faydalı şəmsalının eta 2 böl eta 1 nisbətini hesablayın. Deməli müəllimlər, faydalı şəmsalının düsturu dedik ki, eta bərabərdir. A' bölünsün Q1 vurulsun 100%'dir. Fikir verirsə müəllimlər, hər ikisi üçün Q1 eynidir. Deməli, Q1 eynidirsə, onda eta A' ilə düz mütənasib asılıdır. Onda asıllıq qurarıq ki, eta 2 böl eta 1 nisbətini soruşur bizdən. Onda eta 2 bölünsün eta 1 bərabərdir. A' 2 bölünsün A' 1. Buradan da eta 2 bölünsün eta 1 bərabərdir. İkinci üçün mühərrikin gördüyü iş deməli 12'dir. Birinci üçün 6'dır. Ondan nisbət bizə 2'ni verər. Doğru cavabımız A variantı. 7 nömrəli sual. Eyni materialdan hazırlanmış 3 A, B və C cisimləri bir-birinə toxundurulduqda birindən digərinə istiliyin keçməsi oxlarla göstərilib.
Buna əsasən cisimlərin temperaturları arasındakı əlaqəni tapın. Deməli müəllimlər, burada istiliyin keçməsi necədir? Hər zaman istilik temperaturu çox olandan az olana doğru keçir. Fikir verirsinizsə, həm A-dan, həm də B-dən C-yə istilik keçib, amma A ilə B arasında istilik keçməsi baş verməyib. Bu nədən irəli gəlir? Deməli, A ilə B-nin temperaturları bərabərdir və onlar C-yə istilik verdiklərinə görə onların temperaturu C-dən böyükdür. A ilə B bərabər, C-dən böyük, D variantı. 8 nömrəli sual. Qızdırıcısının mütləq temperaturu soyuducusunun mütləq temperaturundan 4 dəfə böyük olan ideal istilik mühərrikinin faydalı şəmsalını hesablayın. Deməli, qızdırıcının temperaturu soyuducunun temperaturundan 4 dəfə çoxdur. Bizdən isə faydalı şəmsalını soruşur. İdeal istilik mühərriki üçün faydalı şəmsalının düsturu eta bərabərdir. Deməli, T1 çıxılsın T2 bölünsün T1 vurulsun 100%'dir. Buradan hesablama yaparsak eta bərabərdir. T1'in yerinə. Buradan yazarıq ki, deməli 4T2 çıxılsın T2 bölünsün T1'in yerinə də yenidən 4T2 yazıram. Vurulsun 100. Bu da bərabərdir. 3T2 bölünsün. Deməli 4T2 vurulsun 100'ə. T2'lər gedir. Buradan 4 ilə 100 gedir. 25 qalır. 25'i də 3'ə vuranda olacaq. 75%. Yəni doğru cavabımız D variantı. 9 nömrəli sual. Sabit kütləli bir atomlu ideal qazın daxili enerjisinin onun təzyiqindən asılı qrafiki verilib. 1-2 prosesində qazın temperaturu və həcmi necə dəyişir? Deməli, şərtdə fikir verirsinizsə, sabit kütləli deyir. Deməli, kütləmiz sabitdir. Fikir verirsinizsə, 1-2 hissəsində qrafikə görə daxili enerji də sabitdir. Aha, indi biz daxili enerjinin düsturunu yazsaq, 2-də 3, kiçik m bölünsün, böyük m RT. Baxırıq ki, əzməlimlər, burada daxili enerji kütlədən də asılıdır. Həmçinin daxili enerji temperaturdan asılıdır. Düzdürmü? Deməli, daxili enerji o zaman dəyişməz ki, həm kütlə dəyişməsin, həm də temperatur dəyişməsin ki, yəni bunların ikisi də eyni anda dəyişməməlidir ki, daxili enerji dəyişməmiş olsun. Yəni, məsəl üçün, kütlə sabit qalsa da temperaturun dəyişməsinə görə daxili enerji dəyişə bilər və yaxud burada temperatur sabit qalsın, kütlənin dəyişməsinə görə daxili enerji dəyişə bilər. Amma bunların ikisi də eyni anda qalan halda daxili enerji dəyişməz. Fikir veririk ki, kütlə sabit, daxili enerji sabit. Deməli, daxili enerji həm də temperaturun sabit qalmasına görə sabit qalıb. Onda belə çıxır ki, temperatur dəyişməyib. Gəlirəm həcmə. Temperatur dəyişməyibsə, ideal qazın hal tənliyini qısa formada yazsaq, PV-T asıllığına görə dedik ki, burada temperatur dəyişməyib. Onda təzyiq həcmlə necə asılıdır? Tərs mütənasib şəkildə asılıdır. Baxıram ki, 1-dən 2-yə gələndə təzyiqi artır. Təzyiqi artırsa, onda həcmi azalar. Sabit qalar, azalar. Doğru cavabımız A variantı. 10 nömrəli sual. Sabit təzyiqdə verilmiş kütləli bir atomlu ideal qaz müəyyən qədər istilik miqdarı alaraq daxili enerjisini 30 kJ artırdı. Bu qaza sabit həcmdə eyni qədər istilik miqdarı verdikdə onun daxili enerjisi nə qədər artar? Deməli, müəllimlər fikir verirsinizsə, burada sabit təzyiqdə deyir. Yəni, təzyiqimiz sabitdir. Yəni, söhbət izobar prosesdən gedir. İzobar. Biz də bilirik ki, izobar prosesdə daxili enerjinin dəyişməsi nəyə bərabərdir? 0,6 Q-yə bərabərdir. Buradan biz Q-nü təyin etsək, olacaqdır delta U bölünsün 0,6. Buradan da deməli delta U-muz 30'dur. Bölürəm bunu 0,6'ya. Buradan nə aldıq? 50 kJ aldıq. Sonra bizə deyir ki, sabit həcmdə. Düzdürmü? İkinci halda sabit həcmdir. V konstant. İzoxor prosesdə də iş neynəmir? Görülmür. Onda termodinamikanın birinci qanunu yazsaq, delta U bərabərdir Q minus A-dır. A burada gedir 0'a. Delta U nəyə bərabərdir? Q-yə bərabərdir. Q-ün də biz nə tapmışıq? 50 tapmışıq. Deməli, bizə deyir ki, daxili enerjisi nə qədər artar? Gördüyümüz kimi 50 kJ artar. Deməli, doğru cavabımız D variantı. 11 nömrəli sual. Euler-Venn diaqramında silindirlərdə porşen altında olan verilmiş kütləli bir atomlu ideal qaz üzərində gedən prosesləri təsvir edən qrafiklərə uyğun bəndləri müəyyən edin.
Deməli, müəllimlər baxırıq ki, burada nə? Deyir ki, molekulların orta kvadratik sürəti dəyişmir. Burada deməli müəllimlər, nə edərək? Birinci qrafikə baxıram, daxili enerjinin təzyiqdən asılılıq qrafikinə. Şərtdə bizə verilmiş kütləli qaz deyir, kütlə dəyişmir. Baxırıq ki, birinci qrafikdə daxili enerji dəyişməyibdir. Biz bayaq dedik ki, daxili enerji həm kütlədən, həm temperaturdan asılıdır. Daxili enerji nə vaxt dəyişməzdir? Həm kütlə, həm də temperatur eyni anda sabit qalanda. Deməli, burada temperatur nədir? Temperatur sabitdir. Orta kvadratik sürətini də biz V orta bərabərdir kökün altında 3KT bölünsün M0 üstünə yazanda görürük ki, orta kvadratik sürət temperaturdan asılıdır. Temperatur dəyişmirsə, deməli, orta kvadrat sürət dəyişmir. Ona görə 1 gedir birinciyə. Sonra qazın sıxlığı dəyişmir. Qazın sıxlığı nə vaxt dəyişməz? İzoxor prosesdə. Çünki izoxor prosesdə V də konstant qalır, konsentrasiya da sabit qalır və deməli, həmçinin sıxlıq da nə edir? Sabit qalır. Burada da fikir veririk ki, ikinci qrafikdə deməli, konsentrasiya sabitdir. Onda qazın sıxlığı da dəyişməz. 2 gedir ikinciyə. Qaz istilik miqdarı alır. Deməli, müəllimlər, qazın istilik miqdarı alması üçün bax, temperatur baxaq harda artır. Deməli, ikinci qrafikə fikir verirsinizsə, izoxor prosesi dedik. Onda PVT asılılığını yazanda izoxor proses olduğuna görə V dəyişmir. 1-dən 2-yə gələndə P artır, P artırsa T artır. Və T artırsa burada qaz istilik miqdarı alır. Ona görə 3 gəlir bura. Qazın porşinə təsir edən təzyiq qüvvəsi artır. Təzyiq qüvvəsi nəyə bərabərdir? F təzyiq bərabərdir. P vurulsun S-dir. Burada silindirdən gedir söhbət. Silindirin xüsusiyyətinin sahəsi dəyişməz. Onda təzyiq qüvvəsi təzyiqlə düz mütənasib asılıdır. Baxırıq ki, hər ikisində təzyiq artır. Təzyiq artırsa, təzyiq qüvvəsi artar. Deməli, 4 bunlar üçün ortaqdır. Qazın həcmi azalır. İkincidə qazın həcmi dəyişmir dedik, izoxordur. Birinciyə baxanda dedik ki, bu necə prosesdir? İzotermik prosesdir. T konstantdır. PV T asılılığına görə də buradan V-ni tapanda olur. T bölünsün P. Birincidə dedik ki, daxili enerji dəyişmir, kütlə sabitdir, ona görə temperatur da dəyişmir. Onda belə çıxır ki, həcm təzyiqlə tərs asılıdır. 1-dən 2-yə gələndə təzyiq artdığı üçün burada qazın həcmi azalacaq. 5 də gedir birinciyə. Deməli olacaq 1, 5, 4, 2, 3 doğru cavabımız A variantı. Növbəti suala baxaq. Müəllimlər bizə deyir ki, 12 nömrəli sualda verilmiş kütləli ideal qazın həcminin mütləq temperaturdan asılılıq diaqramında qazın halının dəyişməsinə uyğun proseslər verilib. Hansı prosesdə qazın xarici qüvvələr üzərində gördüyü iş ən böyükdür? Deməli, müəllimlər, biz bilirik ki, məsələn, görülən işin nu, r, delta t deyən düsturu var. Burada baxıram ki, hər bir halda temperatur dəyişməsi eynidir. Yəni, delta t eynidir. Hamısında temperatur eyni qədər dəyişib. Çünki, bax, buradan gəlib bura. Məsələn, bu da həmçinin buradan bura gəlib. Fikir verirsinizmi? Hər birində temperatur dəyişməsi eynidir. Temperatur dəyişməsi eyni olduğu üçün burada görülən işlər də eyni olacaq. 13 nömrəli sual, sabit temperaturda bir atomlu ideal qazın daxili enerjisinin onun kütləsinə asılılıq qrafiki hansıdır? Baxın, müəllimlər, gəldik o bayaq izah elədiyim kritik nöqtəyə. Bəzən olur ki, sabit temperatur sözünü görənlə daxili enerjini dəyişməz götürürük. Amma bu yanlışdır. Niyə? Çünki daxili enerjinin düsturu dedik ki, 2-də 3 kiçik m bölünsün böyük m RT-dir. Yəni, bizim bu daxili enerjimiz həm kütlədən asılıdır, həm də temperaturdan asılıdır. Yəni, bunların ikisi eyni qaldığı müddətcə, eyni anda qaldığı müddətcə daxili enerji dəyişməz. Amma bunların ikisi də eyni anda sabit qalmırsa, artıq daxili enerji bunlardan hər hansı birinə görə dəyişəcək. İndi fikir verək, sabit temperatur, temperatur sabit, R sabit, molyar kütlə sabit. Gördüyümüz kimi daxili enerji kütlə ilə düz mütənasib şəkildə asılıdır. 14 nömrəli sual, verilmiş kütləli bir atomlu ideal qaz bir halından ikinci halına keçdikdə daxili enerjisi necə dəyişər? Deməli, müəllimlər, daxili enerjini bilirik ki, U bərabərdir 2-də 3 PV deyən düsturu var, düzdürmü? Baxırıq ki, bir nöqtəsində təzyiq 12-dir, 2 nöqtəsində təzyiq 6-dır. Yəni, 12-dən 6-ya düşəndə təzyiq neyniyib? 2 dəfə azalıb. Deməli, təzyiq 2 dəfə azaldığı üçün daxili enerji 2 dəfə azaldı.
Sonra baxıram bir nöqtəsinə uyğun həcm 6-dır. 2 nöqtəsinə uyğun həcm 3-dür. 6-dan da 3-ə gələndə həcm bir dəfə də daxili enerji bir dəfə də həcmə görə 2 dəfə azaldı. Daxili enerji 2 dəfə azalar. Fikir verdiyimiz kimi bir dəfə daxili enerji təzyiqə görə 2 dəfə azaldı. Bir dəfə də həcmə görə 2 dəfə azaldı. Nəticədə 4 dəfə azalmış oldu. 15 nömrəli sual. 10 dərəcə Selsi temperaturlu 5 litr soyuq suya 60 dərəcə Selsi temperaturlu nə qədər isti su əlavə etmək lazımdır ki, qarışığın son temperaturu 50 dərəcə Selsi olsun. Deməli, müəllimlər, qarışığın son temperaturu üçün belə bir düsturumuz var bizim. V1 T1 üstə gəlinsin. V2 T2 bölünsün. V1 üstə gəlinsin V2. Buradan da bizə deyir ki, qarışığın son temperaturu 50-dir. Yazıram onda 50 bərabərdir. V1 5 vurulsun T1 10 üstə gəlinsin. V2-ni bilmirik. Vurulsun T2 60 bölünsün məxrəcdə də 5 üstə gəlinsin V2. Buradan da hesablama aparsaq, deməli olacaqdır 250 üzərinə gəlinsin 50 V2 bərabər olacaqdır. Deməli 50 üstə gəlinsin 60 V2. Buradan da 10 V2 bərabərdir 200-ə. Deməli V2 nəyə bərabər olacaq? 20 litrə bərabər olacaq. Doğru cavabımız B variantı. 16 nömrəli sual. Müəyyən kütləli qalayın temperaturunun onun aldığı istilik miqdarından asılılıq qrafiki verilib. Qalayın yalnız əriməsinə sərf olunan istilik miqdarını hesablayın. Deməli, müəllimlər, qalay əvvəlcə qızır, bax bura qədər qızır, sonra başlayır bu hissədə nə etməyə? Əriməyə. Yəni, qalayın əriməsinə sərf olunan hissə, baxın, bu hissədir. Məndən də buradan əriməsinə sərf olunan istilik miqdarını soruşur. İndi, məsələn, bura Q1-dirsə, bu 184 Q1-in qiymətidirsə, mən bura Q2 deyirəm. İndi biz bu qalayın əriməsinə sərf olunan istilik miqdarını tapmaq üçün nə etməliyik? Q2-dən Q1-i çıxmalıyıq. Düzdürmü? İndi mən Q1-i bilirəm, 184. Nəyi bilmirəm? Q2-ni bilmirəm. Bunu isə necə taparam? Deməli, müəllimlər, burada belə bir şey eləyərik biz. Gəlin, birinci fikir verirsə, qalay qızır. Qalayın qızmasına sərf olunan istilik miqdarı Q1 bərabərdir. Sm delta T ilə təyin olunur. Mən buradan istifadə eləyib bu qalayın kütləsini tapacağım. Deməli, Q1-imiz 184 kilojoldur. Yəni 184 min. Elə belə də saxlayaq istəsəniz 184 bərabərdir. C deməli 230-dur. Vurulsun M, vurulsun delta T. Temperatur dəyişməsi də burada 232-dən 232-yə gəlib, yəni 200 olub. Burada elə bir ki, müəllimlər, baxın 184 kilojoldur axı. Bura yazarıq biz 184 min, düzdürmü? 184 min. Deməli, bu 3 sıfır bunlarla gedir. Buradan alırıq ki, 46 M bərabərdir 184-ə. Deməli, buradan qalayın kütləsi nə qədərdir? 4 kiloqramdır. Bunu tapandan sonra biz əriməsinə sərf olunan istilik miqdarını necə tapırıq? Lambda M düsturundan. Onda olur Q2 bərabərdir lambda M. Bu da bərabərdir. Lambdamız 59 vurulsun. Kütləmiz də 4. Buradan nə alınır? 4'ü 9'a 36, 6 yazdık 3 yadda, 4'ü 5'e 20, 23. 236 kilojol alınır. Bizdən elə ümumi soruşurmuş əziz müəllimlər. Bizdən elə ümumi soruşur. Elə biz Q2'ni tapdıq da. Çünki bizdən elə bir ki Q2'ni istəmirdi əslində. Bizdən istəyir. Yəni tutaq ki buranın əriməsinə, bu qalayın əriməsinə müəyyən bir Q ərimə qısı qədər istilik miqdarı sərf olunmurmu? Yəni bizdən əslində elə birbaşa bunu soruşurdu. Birbaşa elə bizdən bunu soruşur. Buradan Q bərabərdir lambda M-ə, o da 236 kilojol olacaq. 17 nömrəli sual. Verilmiş kütləli ideal qaz bir haldan ikinci halına keçdikdə 20 kilojol iş görür. V1 həcmini hesablayın. Biraz yorğunçuluq var müəllimlər. Saatlar deməli 1'ə işləyib. Deməli bizdən nə soruşur? V1 həcmini soruşur. Deməli belə eləyərik. A iştirik bərabərdir P delta V düsturundan istifadə eləyərik. Deməli burada da yazarıq ki P vurulsun V2 çıxılsın V1.
20 kilojul iş görüb, deməli 20 kilojolla yazsaq, yazarıq 20.000 bərabərdir. P fikir verirsə 100 kilopaskaldır. Onda bu olsun 100.000 paskal. Vurulsun V2 0,4 çıxılsın V1. Buradan da deməli 4 0 bundan gedir. Buradan alırıq ki 0,4 çıxılsın V1 bərabərdir 2-yə. V1 də buradan bərabər olacaq. Deməli nəyə? Müəllimlə burada 0-ın biri gedib. Gəlin biz bunu belə yazaq. Qarışır belə olanda. 20 kilojolu 20 vurulsun 10 üstü 3 yazaram. Bərabərdir. 100 kilopaskalı da 100 vurulsun 10 üstü 3 yazaram. Düzdür, 10 üstü 3'lər buradan gedirmi? 1 0 da buradan ixtisar eləyərəm. Onda mən buradan alıram belə bir şey. Alıram ki 2 bərabərdir 10 vurulsun 0,4 çıxılsın V1. Buradan 0,4 çıxılsın V1 bərabər olur 2 bölü 10, yəni 0,2. Buradan da V1 bərabər olur 0,4 çıx 0,2-dən ilə 0,2 metr kubu. Yəni doğru cavabımız B variantı. 18 nömrəli sual. Sabit kütləli ideal qaz üzərində aparılan proses göstərilib. Həmin prosesə uyğun termodinamikanın birinci qanunu hansıdır? Baxırıq ki, 1-2 hissəsinə uyğun həcm sabitdir. Həcm sabitdirsə bu izoxor prosesdir. İzoxor prosesdə isə iş görülmür. Ona görə deməli delta U bərabərdir Q minus A yazarıq. Buradan A sıfıra gedəndə yenə də delta U nəyə bərabərdir? Q-yə bərabərdir. Doğru cavabımız Y variantı. 19 nömrəli sual. Həcmi 1 kubmetr olan sabit kütləli bir atomlu ideal qazın təzyiqi 3 kilopaskaldır. Sabit təzyiqdə qazın mütləq temperaturunu 3 dəfə artırdıqda onun daxili enerjinin dəyişməsi nə qədər olar? Deməli, müəllimlər bizə həcmi verib ki, bu 1 metr kubdur və ideal qazın təzyiqi P bərabərdir 3 kilopaskaldır. Deyir ki, sabit təzyiqdə, yəni P bərabərdir konstant, yəni bu P dəyişmir. Qazın mütləq temperaturunu 3 dəfə artırdıqda daxili enerjinin dəyişməsi nə qədər olar? Bu da maraqlı sualdır. Deməli, müəllimlər, birinci halda həcm 1 kubmetrdir. Düzdürmü? Söhbət də sabit təzyiqdən gedir. PV T asılılığına görə sabit təzyiqdə həcm temperaturundan düz asılıdır. Deməli, temperatur 3 dəfə artırsa, həcmi də 3 dəfə artacaq. Yəni, ikinci halda həcm birincidən 3 dəfə çox olacaq. Əvvəl 1 idi, 3 dəfə çox olacaq. 3 vurulsun 1-dən 3 metr kubu. Daxili enerjinin dəyişməsini yazsaq, 2-də 3 PV-dir. P sabit qalır burada. Onda olacaq 2-də 3 P. Həcm dəyişinə görə delta V yazıram. Bu da 2-də 3 P vurulsun. Delta V'nin yerinə də V2 çıx V1 yazırıq. Bərabərdir. Buradan 2-də 3 P deməli 3'dür. Vurulsun V2 3'dür. Çıxılsın V1 1'dir. Bu da bərabərdir. Deməli 2'də 3 vur 3 vurulsun 2. 2'lər gedir. Qalır 9 kilojoule. Yəni doğru cavabımız D variantı. 20 nömrəli sual. İzobar genişlənmə zamanı 3 mol ideal qazın həcmi 3 dəfə artıb. Qazın başlanğıc temperaturu 27 dərəcə Celsius olarsa onun gördüyü iş hesabla. Bu da maraqlı sualdır. Deməli, bizə maddə miqdarını verib ki, bu 3 mola bərabərdir. İzobar prosesdir. P konstantdır. Və deyir, həcmi 3 dəfə artır. V-ni 3 dəfə artırırıq. Onun gördüyü işi bizdən soruşur. Fikir verirsəniz müəllimlər, birinci halda temperatur 27 dərəcə Celsiusdir. Bunu Kelvinə keçirsəm, üzərinə 273 gələndə olur 300 Kelvin. İndi PV-T asıllığına görə P sabitsə VT ilə düz asılıdır. Burada həcm 3 dəfə artırsa, temperatur da 3 dəfə artacaq. Yəni ikinci halda temperatur birincidən 3 dəfə çox. Yəni 3 vurulsun 300-dən. İkinci halda temperatur olur 900 Kelvin. Mənə deyir ki, onun gördüyü işi hesablayın. Deməli, müəllimlər, gördüyümüz kimi burada temperatur dəyişdi. Onda görülən işin yerinə biz yazarıq nu R delta T. Bu da nu R vurulsun. Delta T'nin yerinə də T2 çıx T1 yazacağım. Deməli, nu 3 R8 vur T2 900 çıxılsın T1 300.
Bu da bərabərdir. 3 vur 8, 24 vurulsun 600. Buradan da alırıq 14400, yəni 14,4 kilojoule. Yəni doğru cavabımız C variantı. 21 nömrəli sual, verilmiş kütləli ideal qaz üzərində qapalı proses aparılıb. Diaqramın hansı hissəsi qazın xarici qüvvələr üzərində mənfi iş görməsinə uyğundur? Qazın xarici qüvvələr üzərində mənfi iş görməsi. Yəni bizdən qazın mənfi iş gördüyü hissələri soruşur. Deməli, müəllimlər, hissə baxalım. 4-dən 1-ə gələndə izoxor prosesdir. İş görmür, həmçinin 2-3 hissəsində iş görmür. İşi yalnız 1, 2 və 3, 4 hissələrində görür. Mənfi iş görməsi üçün həcm azalmalıdır. Bu da olacaq 3, 4 hissəsi. Doğru cavabımız C variantı. 22 nömrəli sual. 1, 2, 3, 4 prosesində ideal qazın gördüyü işi bizdən soruşur. Avtomatik baxıram ki, 1, 2 hissəsi izoxor prosesdir. Burada iş görmür. 3-4 hissəsi də izoxor prosesdir. Burada da iş görmür. İşi yalnız 2-3 hissəsində görür və izobar prosesdir. Onda H' bərabərdir. P delta V yazarıq. Bu da P vurulsun. Həcm dəyişməsinin yerinə də V2 çıx V1. Bərabərdir. P'nimiz 4P0'dır vurulsun V2. Fikir verirsinizsə ikinci halda həcm 3V0'dır. Çıxılsın başlanğıcda 2V0'dır. Buradan da cavabımızı alırıq. 4P0 V0. Doğru cavab C variantı. Və 23 nömrəli sual. İstilik vermənin hansı növləri vakuumda baş verə bilir? Vakuumda baş verən yalnız şüalanmadır. Doğru cavabımız C variantı. 24 nömrəli sual. PT diaqramında təsvir edilmiş 1, 2 və 2, 3 proseslərində verilmiş kütləli bir atomlu ideal qaz eyni istilik miqdarı alır. 1-2 prosesində qaz 20 kilojoule iş görüb. Deməli, H'1, 2 hissəsində 20 kilojoule iş görüb. Bizə deyir ki, 2-3 prosesində qazın gördüyü iş nə qədər olar? Deməli, müəllimlər, baxıram 1-2 hissəsinə temperatur sabitdir. Düzdürmü? Temperatur sabitsə daxili enerji dəyişmir, çünki verilmiş kütləli qazda deyir. Daxili enerji dəyişmirsə, onda daxili enerjinin dəyişməsi sıfıra bərabərdir. Termodinamikanın birinci qanunundan istifadə edəndə daxili enerjinin dəyişməsi sıfıra gedəndə onda burada künəyə bərabər olur, H'-ə bərabər olur. 1-2 hissəsində də görülən iş 20 kilojoule elə aldığı istilik miqdarı da 20 kilojoule olacaq. Yəni burada 20 kilojoule istilik miqdarı alır qaz və şərtdə bizə deyir ki, həm 1-2, həm də 2-3 hissəsində eyni istilik miqdarı alır. Onda burada 20 kilojoule'dur. İndi 2-3 hissəsinə baxanda görürəm ki, bu deməli izobar prosesdir. İzobar prosesdə isə görülən iş 0,4 Q'ya bərabərdir. Bu da bərabərdir. 0,4 vurulsun 20. Burada nə alırıq? 8 kilojoule alırıq. Doğru cavabımız D variantı. Və müəllimlər çatdıq sonuncu sualımıza. 25 nömrəli sual. Deyir ki, ideal istilik mühərrikinin faydalı iş əmsalı 25%-dir. Bu da maraqlı sualdır. Deməli, etamız 25%-ə bərabərdir. Soyuducunun sabit temperaturda, soyuducunun temperaturu T2-dir. Deyir, bunun sabit qiymətində qızdırıcının temperaturunu, yəni T1-i 3 dəfə artırdıqda faydalı iş əmsalı nə qədər olar? Bu da eta 1. Maraqlı sualdır əzmənlər bu. İdeal istilik mühərrikinin faydalı iş əmsalının belə bir düsturu var. Eta bərabərdir. 1 çıxılsın. T2 bölünsün. T1 vurulsun 100%. Düzdürmü? İndi birinci haldan istifadə edib gəlin T2 böl T1 nisbətini tapalım. Deməli, birinci faydalı iş əmsalı 25-dir. Bərabərdir. 1 çıxılsın. Deməli, T2 bölünsün T1 vurulsun 100. Buradan da biz 1 çıxılsın T2 böl T1 nisbətini tapanda olur. 25 bölünsün 100-dən 4də 1. Buradan da deməli T2 böl T1 nisbətini tapanda olur. 1 çıxılsın 4də 1, yəni 4də 3. Bax, əvvəl bizim T2 böl T1 nisbətimiz 4də 3-ə bərabərdir. Sonra mənə deyir ki, bax, ikinci halda hesablama aparsam, eta 2 bərabərdir, 1 çıxılsın. Mənə deyir ki, T2-ni sabit saxla, yəni bu T2 dəyişməsin, amma T1 3 dəfə artır. Bax, T2 dəyişməsin, amma T1 3 dəfə artır. Əvvəl T1-də 3 dəfə artırandan sonra oldu 3 T1. Vurulsun 100%. İndi əzməlimlər biz T2 böl T1 nisbətini tapmışıq, 4də 3 tapmışıq. Aparıb yerinə yazsam, 1 çıxılsın, T2 böl T1-in yerinə
yazıram. 3 bölünsün 4. Bir də məxrəcdə bizim bir dənə 3'ümüz var. Vurulsun 100. Bu da bərabərdir. Bu da bərabərdir. 3'lər ixtisar gedir. 1 çıx 4'də 1 olacaq 4'də 100. Onu da 100'ə vuranda bizə verəcək 75%. Müəllimlər, belə bir maraqlı sual idi. Doğru cavabımız Y variantı. Belə müəllimlər, termodinamikanın əsasları mövzusuna aid olan test tapşırıqlarının izahını bitirdim. Ümidvaram ki, sizlər üçün əhəmiyyətli olar. Dünən video paylaşa bilməmişdim. Bugün də vaxt elib bir dənə paylaşdım. Amma çalışacağım ki, sabahlarım sizlər üçün 2 dənə izah paylaşım. Belə əziz müəllimlər, növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun.